Salam, hər vaxtınız xeyir, əziz dəyərli şagirdlər, həmçinin abituriyentlər və bizi izləyən dəyərli müəllim həmkarlar. Ümidvarıq ki, hər biriniz yaxşısınız. DGM Akademik kanalının ilk riyaziyyat videosudur. İnşallah ki, mütəmadi olaraq davamlı şəkildə videolarımız kanalımıza yüklənəcəkdir. Biz sizlərə dəstək olmağa çalışırıq. İndi isə mövzumuza nəzər yetirməli olsaq, mövzumuz şagirdlərin yanlış etdiyi üsullar barədə olacaq. Şagirdlərin doğru bildiyi yanlış olan üsullar və yaxud doğru bildikləri, doğru etdikləri və cavabı doğru tapdıqları halda niyə bu üsulla tapdıqlarını bilməyən şagirdlərin istifadə etdiyi üsulların araşdırılması. Bu istiqamətdə olacaq inşallah ki bu videomuz. Və suallar da topludan seçilib, suallar üzərinə konkret həmən üsulları nəzər yetirərik. Çox vaxt itirmədən gəlin keçid alaq suallara. Ya Allah, bismillah. İlk nömrəli suala baxaq. İlk nömrəli sualda 2 rəqəmli AB və BA ədədlərin cəminin 66 vurulsun A ilə B-nin fərqinə bərabər olduğu verilib. Və qeyd olunub ki, bu şərtini ödəyən 2 rəqəmli AB ədədini tapın. Bu tip suallarda necə yanaşırıq misala, necə həll edirik? İlk öncə biz çalışaq bunları açaq. Bilirik ki, bu natural ədədin onluq say sistemində yazılışıdır. Məsələn, B təklik mərtəbəsində olduğundan 1-ə vurulacaq, A onluq mərtəbəsində olduğundan 10-a vurulacaq. Yəni 10A plus B şəklində açılacaq. Digəri də eyni qaydada 10B plus A şəklində açılacaq. Bərabərdir. Burada 66 vurulsun. Mən bunu açmıram. Bəzi şagirdlər tələsir dərhal açmağa, tələsməyin. Biz bunları islah etməli olsaq, görərik ki, 11A üzərinə gəlsin, 11B alınır. Və bərabərdir 66 vurulsun A çıx B-də olduğu kimi qalsın. İndi biz buradan birinci tərəfdə, yəni bərabərliyin sol tərəfindəki ifadədən 11-i ortaq vuruq kimi mötərizə xaricinə çıxara bildik. Mötərizənin daxilində A plus B qaldı. Digər tərəfdə də 66 vurulsun A minus B. İndi 11 ilə 66-nı biz 11-ə ixtisar apara bilərik. Və nəticədə A plus B bərabərdir 6 vurulsun A minus B qalır. Bəli, bundan sonra biz 6-nı artıq vurub açmalıyıq. Mötərizənin içinə vurmalıyıq. Fikir versinizsə bir xeyli ifadəmiz kiçilərindən sonra biz bunu etdik. Aldıq 6A çıx 6B. İndi gəlirik artıq şagirdlərin yanlış etdiyi məqamlara. Burada təbii ki, normal olaraq 7B bərabərdir 5A alırlar. Və bundan sonra dərhal deyirlər ki, müəllim B burada 5-dir, A burada 7-dir. Yaxşı, nəyə əsasən? Düzdür, bəzən misalda doğru alınır cavab təsadüfən. Nəyə əsasən belədir? Niyə bu cür yazırsınız? Məsələn, bunu sual versək bilməyəcəklər əksəriyyəti. Bu onların böyük bir yanlışıdır. İmtahanda da bu üsulla yazsalar, əgər orada misillər söhbəti olsa ki, birazdan izah edərəm inşallah, misillər söhbəti olsa o zaman onların cavabı qapalı sualsa tamamilə yanlış hesablanacaq. Yəni o qədər əziyyətlərdə hədərə getmiş olacaq. Baxın, düzdür, əslində burada B-yə 5, A-ya 7 deyirsiniz, bir baxışdan doğrudur. Amma bu həmişə doğru ola bilməz. Yadda saxlayın, həmişə yanına bir K yazmalısınız. Hər birisinin yanına bir K yazmalısınız. K mütənasibliyi xarakterizə edir. Bunu yadda saxlayın. K-nı niyə yazırıq? Maraqlı sualdır da. Baxın, mən bu ifadəni yazıram bu şəkildə. 14B bərabərdir 10A. Eyni ifadədir də 2 dəfə artırılıb, düzdürmü? Amma ixtisar olunsa bu şəkildə gəlib düşər. Yəni burada K nəyi xarakterizə edir? K misilləri xarakterizə edir. K bildiyimiz 1, 2, 3, sonsuzluğa qədər ədədlərdir. Yəni məsələn burada K bu ifadədə 2-dir. 2 nə mənada? Yəni bizim ifadəmiz 2 dəfə artırılıb. Bəlkə bu ifadənin həqiqi versiyası 2 dəfə artırılmışdı. Biz ixtisarını cavabda almışıq. Onu hardan bilə bilərik? Onun üçün yanına K yazmalıyıq. Yaxşı, K-nı yazandan sonra bəs nə etməliyik? K-ya elə 1-dən başlayaraq qiymətlər verib doğruluğunu yoxlamalıyıq. K-ya məsələn 1 versək, A-nı 7 qəbul etməliyik, B-ni də 5 qəbul etməliyik. Yoxlayaq görək bu misalımızı ödəyir. 75 üzərinə gəlsin 57. Bərabərdir 66 vurulsun 7 ilə 5-in fərqi 2.
Bəli, 132 eləyir hər ikisi, tamamilə doğrudur. Bir-birinə bərabər olurlar. Demək ki, K 1 imiş. K 1 idisə o zaman avtomatik şəkildə A7 B5 olacaq. 2 rəqəmli AB ədədini soruşursa 75 olacaq ədədimiz. Bitdi. Çalışın bu tip üsullardan istifadə edin. Dərhal 7-5 götürsəniz, ola bilər bəzən doğru çıxsın, bəzən doğru çıxmasın. Bu misillər söhbətini həmişə çalışın, nəzər yetirin. Yaxşı, keçid alaq, baxaq növbəti suala. Bu tip suallarda da şagirdlər nə edirlər? Əksər hallarda şagirdlər götürüb bunu açırlar. Çalışın həmişə sadə üsula can atın, belə deyək. Yəni, orada çətin üsullara özünüzü yormayın. Bu arada burada şərtdə unudulub n-dir, həm də m-dir. Hər ikisi natural ədəddir. Yaxşı, görək nə verir bizə burada. 9n kubu bərabərdir m087 bərabərliyindən mn hasilini soruşur. Bu tip suallarda dediyim kimi şagirdlər yanlışa yol verirlər. Dərhal bunu açırlar. Açmağa ehtiyac yoxdur. M və N-i soruşursa bizdən, M və N-i mən bilməyim üçün M-i və N-i bilməliyəm ki, bunların hasilini tapa bilim. Yaxşı, M-i və N-i necə müəyyən etməliyəm? Qiymətini tapmalıyam. Baxıram, burada ən rahat N-i tapmaqdır. Çünki M burada artıq bu natural ədədin onluq say sistemində yazılışının içindədir. N-i tapmaq daha rahatdır. Gəlin n-i tapaq. N-i tapmaq üçün n kubunu tapmalıyıq. N kubunu tapmaq nə deməkdir? Yəni m087-ni 9-a bölmək deməkdir. Yaxşı. N özü natural ədədidir. Natural ədədin kubu da natural ədəd edirmi? Əlbəttə natural edir. Demək bərabərliyin solu naturaldır. Solu naturaldırsa, ortada bərabərlik varsa, sağı da mütləq şəkildə natural olmalıdır. Yaxşı. Sağın da natural olması üçün bir dənə şərt var. Sürət məxrəcə tam bölünməlidir. Yaxşı, sürətin məxrəcə tam bölünməsi üçün şərt nədir? Sürətdəki ədədin rəqəmləri cəmi 9-a bölünməlidir ki, bu ədəd 9-a tam bölünsün. Yəni, bu sağdakı ifadənin natural olması üçün şərt bu ədədin 9-a tam bölünməsidir. 9-a tam bölünməsi üçün də 9-un bölünmə əlamətlərindən istifadə etməliyik. Gəlin istifadə edək. M-in özü 0, 8, 7. Bunların cəmi 15 eləyir. M plus 15 eləyir rəqəmləri cəmi. 9-a bölünməsi üçün gəlin ədəd verək. Məsələn, M tutalım 3 olsa, məsələn, bu 18 eləyir bu cəm. Tam bölünəcək. Yaxşı. Sonra məsələn 18-dən sonra 9-a bölünən 27-dir. 27-ni almaq üçün biz artıq M-in yerinə 12 verməliyik. Yadda saxlayın ki, M bir rəqəmli ədəddir. Bu heç zaman 2 rəqəmli ədədin qiymətini, yəni 12-ni ala bilməz. M o zaman bir dənə qiyməti aldı. Hansı qiyməti? Yalnızca 3 qiymətini. M 3 qiymətini aldısa gətirib yerinə qoyaq. N kubu bərabərdir 3087 bölünsün 9. Fikir verirsinizsə həm M-i tapdıq. İndi bölüb N də tapmalıyıq. N kubunu tapdıq 343 və buradan da N-i tapdıq 7. 7-nin kubu 343 edir. M-i də 3 tapmışıq. Bunların hasilini soruşur. 3 vur 7. Cavabımız 21. Bitdi. Bu qədər sadə. Dediyim kimi görürsünüz 2 addımla həll olunur. Şagirdlərin əksəriyyəti bunu açırlar. Bir xeyli uzaq üsuldan istifadə edirlər. Onun üçün çaşırlar bəzən. Beləliklə biz çalışdıq ki, sizlərə dəstək olaq. Videomuzun sonuna gəldik. Bacardığımız qədər sizlərə dəstək olmağa çalışdıq. İnşallah ki, bizim videolarımız davamlı şəkildə olacaq. Özünüzdən müğayət olun. Sizlərə uğurlar arzu edirik. Bizi izləməyi, kanala abunə olub, videoları bəyənib paylaşmağı unutmayın. Allah'a emanet olun.